Baxın, bu qədər növbə hamısı sizin arxadakı növbə uzanır gedir. Hamısı burada bir məşhur Mumbai street foodu Vadapav satırlar. Onun növbəsidir. Biz də dayanaq növbəyə. Burada o Vadapavın necə hazırlandığını görürsünüz. Bu formada hazırlayırlar, sonra onu kızardılar burada. Sonra da bu formada part verirlər. नहीं एक पानी का बोतल दो ना। Mən bu formada bir yeməkdir, Vadapav. Çörək falan bu formada qızardılır və çörəklə bu formada verilir. Qiymət də təqribən 30 rupidir, bizim buna 67 flonadır. Oha! Çox möhtəşəm dadı var, çox. O möhtəşəm dadı var, amma təbii ki, Hind yeməklərinin hamısında olduğu kimi bu da acıdır.